birliyinə daxil olan başqa tayfalar var idi. Hansı ki, Sədlilər, Türkmanlar, Ağacərlər və Baharlılar. Sədlilər Naxçıvan və Sürməlidə yaşayırdılar. Ağacərlilər 5-ci əsrdən Azərbaycanda məskunlaşmışdılar. Monqol yürüşləri ərəfəsində xalq idarə edirdilər. Türkmanlar 7-ci əsrdən Azərbaycanda məskunlaşmağa başlamışdı. Türkmanlar 7-ci əsrdən Azərbaycanda məskunlaşmağa başlamışdı. Qaraqoyun tayfa birliyinin və dövlətin yaranmasında isə Baharlı tayfası aparıcı rol oynamışdı. Ümumiyyətlə biz bilirik ki, Böyük Səlcuq imperiyası parçalanır. Səlcuq imperiyası parçalanandan sonra Oğuzlar siyasi mərkəzlərini itirir. Bundan sonra Monqol yürüşləri ərəfəsində Qaraqoyunlu və Ağqoyunlu tayfaları qərbə, yəni Şərqi Anadoluya köç eləyir. Lakin sonralar Monqol hakimiyyətdə zəifləyir. Teymurilər də Azərbaycanı vahid halda birləşdirə bilmir deyə Oğuzlar yenidən dirçəlir. Oğuzların siyasi birlikləri yenidən güclənir. Bundan sonra Azərbaycanın cənubunda Qaraqoyunlu bəyliyi yaranır ki, hansı ki Qaraqoyunlu bəyliyin əsasını Bayram Xoca qoymuşdu. Bayram Xoca, onu 7-ci sinifə qaydarsaq, 14-cü əsrin 70-ci illərində Van gölü ətrafında və Ərcisdə yaşayan tayfaları öz ətrafında birləşdirir. Van gölü ətrafında mərkəzi Van şəhəri olan Qaraqoyunlu bəyliyini yaradır. Hətta Bayram Xoca Cəlari hökmdarı Sultan Üveysin sarayında nüfuzlu bir əmir vəzifəsində çalışırdı. Bundan sonra hakimiyyətə gələcək Qara Məhəmməd, hansı ki 1380-1389-cu illərdə hakimiyyətdə olacaq. Qara Məhəmmədin dövründə Cəlalilər Sultan Əhmədlə qohumluq əlaqələri qurur. Qara Məhəmməd isə mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimliyini yaradır. Deməli, Bayram Xoca Şeyx Üveysin sarayında nüfuzlu əmir idi. Qara Məhəmməd isə Sultan Əhmədlə qohumluq əlaqələri qurmuşdu. Bayram Xoca Qaraqoyunlu bəyliyini yaradır. Qara Məhəmməd Qaraqoyunlu feodal hakimliyini yaradır. Bundan sonra Qaraqoyunlu bəyliyinin feodal hakimliyinin başına gələcək Qara Yusif. 1389-cu ildən 1420-ci ilə qədər Qara Yusif olur hakimiyyətdə. Bu dövrdə Azərbaycanda möhkəmlənmə uğrunda 3 əsas dövlət arasında mübarizə gedirdi. Teymurilər, Cəlalilər, Ağqoyunlular. Bir də Ağqoyunlular. Qara Yusif isə Teymurlərlə mübarizə aparmaq üçün Cəlari hökmdarı Sultan Əhmədlə ittifaqa girir. Qara Yusif. Amma Ağqoyunlu hökmdarı Qara Yulu Osman bəyə ittifaq təklifi göndərsə də, Qara Yulu Osman bəy onun təklifini qəbul eləmir. Deməli, baxın, Qara Yusif Teymurlərlə mübarizə aparmaq üçün Cəlari hökmdarı Sultan Əhmədlə ittifaq qurur. Amma Ağqoyunlu Qara Yulu Osman bəyə müttəfiqlik təklifi göndərir. Qara Yulu Osman bəy bu təklifi qəbul eləmir. Qara Yusif həm də Osmanlı sultanı İldırım Bəyazitlə də dostluq əlaqələri qurur. Bundan sonra 1394-cü ildə Bağdad döyüşündə Qara Yusif və Sultan Əhməd Teymurlərə məğlub olur. Bundan sonra Qara Yusif Sultan Əhməd gedib sığınırlar Osmanlı hökmdarı İldırım Bəyazidə. Bu zaman Əmir Teymur İldırım Bəyazidə məktub göndərir və ondan Qara Yusifi təslim etməyi tələb edir. Amma İldırım bu tələbi rədd eləmişdi. Elə biz gələcək dərslərimizdə də keçəcəyik ki, sonradan Əmir Teymurun Osmanlı üzərinə yürüşlərinin bəhanəsindən biri də elə Sultan Əhmədlə Qara Yusifin Osmanlı sarayına sığınmaları idi. Bundan sonra Qara Yusiflə Sultan Əhməd Misrə qaçır. Lakin Teymurun tələbi ilə onlar həbsə atılır. Teymur öləndən sonra Qara Yusiflə Sultan Əhməd həbsdən qaçır və beləliklə Azərbaycan uğrunda Teymurlərlə mübarizəyə başlayırlar. 1406-cı ildə Naxçıvan yaxınlığında Araz çayı sahilində baş verən döyüşdə birinci dəfə, 1408-ci ildə isə Təbriz yaxınlığında baş verən Sərdurud döyüşündə ikinci dəfə Teymurları məğlub eləyirlər. Deməli, 1406-cı il Araz çayı sahilində
Teymurun Miranşahla oğlu Əbubəkiri məğlub eləyirlər. 1408-ci il Təbriz yaxınlığında Sərdurud döyüşündə bu dəfə Əbubəkir tam məğlubiyyətə uğrayır. Miranşah öldürülür. Bundan sonra Azərbaycanın cənub torpaqlarında Teymurilərin hakimiyyətinə birdəfəlik son qoyulur. Hakimiyyət keçir Qaraqoyunlu Baharlı Soləsinin əlinə. Amma diqqətli olaq, hələ dövlət yaranmayıb. Yəni Qaraqoyunlu dövləti Teymuriləri Azərbaycandan qovdu desə səhvdir. Hələ bəylik idi. Bir də nəzərinizə çatdırım ki, biz bilirik ki, Azərbaycanın şimalından isə Teymuriləri qovmuşdu. Şirvanşah İbrahim Dərbəndi 1405-ci il Kür döyüşündə. Deməli, Teymuriləri Azərbaycanın şimalından qovur İbrahim Dərbəndi, cənubundan qovur Qara Yusif. 1408-ci il Təbriz yaxınlığında Sərdurud döyüşündə. Bu döyüşdən sonra Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyulur, hakimiyyət keçir Qaraqoyunlu tayfaların əlinə. Qara Yusifin Teymurlar üzərində qələbə çalandan sonra əhali arasında nüfuzu artır. Bu isə Qara Yusifin əsas müttəfiqi, əvvəlcə dostu Sultan Əhmədi çox narahat eləyirdi. Eyni anda Sultan Əhməd həm də Qara Yusifdən Həmədan yaylaqlarını istəyirdi. Amma Həmədan yaylaqlarını Sultan Əhmədə vermir və bundan sonra onlar arasında münasibətlər kəskinləşir. Nəticədə 1410-cu ildə Təbriz yaxınlığında Əsəd qəsəbəsi kənarındakı döyüşdə Qara Yusif Sultan Əhmədi məğlub eləyir, Cəlalilər dövlətinin varlığına son qoyur. Cəlalilər süqut etdikdən sonra Azərbaycanda paytaxtı Təbriz olan yeni bir dövlət, Qaraqoyunlu dövlətinin formalaşması prosesi başa çatır. Yəni, Azərbaycanın cənubunda yeni bir dövlət, Qaraqoyunlu dövləti yaranır. Yəni, Qaraqoyunlu dövləti Cəlalilər dövləti ilə mübarizə aparmayıb. Qara Yusif Sultan Əhmədi öldürüb, Cəlalilər dövlətinin varlığına son qoyduqdan sonra Qaraqoyunlu dövlətini yaradır. Bundan sonra Azərbaycanın cənubunda yeni bir dövlət, paytaxtı isə Təbriz şəhəri idi. Sərhəddi isə Qara Yusifin hakimiyyəti dövründə Kür çayından cənubdakı Azərbaycan torpaqları, Kürdən cənubdakı Azərbaycan torpaqları, xəritəyə baxaq bircə dəqiqə. Baxın, yəni hələ ki Şirvanşahlar tabe olmayıb. Yeni yaranan zaman Kürdən cənubdakı Azərbaycan torpaqları, baxın, Kürdən qırmızı xətlə də göstərilib belə. Kürdən cənubdakı Azərbaycan torpaqları tabe edilir. Şərqi Anadolu, Şərqi Gürcüstan, Qərbi İran, İraq əraziləri Yusifin nəzarəti altına keçir. Azərbaycanın və Ərəb İraqının bütün hakimləri Qara Yusifin hakimiyyətini qəbul edirlər. Deməli, 1410-cu ildə Sultan Əhməd məğlub olandan sonra Cəlalilər dövlətinin varlığına son qoyulduqdan sonra Azərbaycanda yeni bir dövlət, Qaraqoyunlu dövləti yaranır. Kür çayından cənubdakı Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstan, Qərbi İran, İraq daxil olmaqla Azərbaycan tərkibinə qatılır Qaraqoyunlu dövlətinin. Bundan sonra Qara Yusif əyanların və Qaraqoyunlu əmirlərinin məclisində özünü deyil, oğlu Pir Budağı tabe eləyir, sultan elan eləyir. Qara Yusif özünü yox, oğlu Pir Budağı sultan elan eləyir. Bundan sonra Qara Yusif dövləti yaratdıqdan sonra güclü atlı qoşun yaradır. İşarələyək. Güclü atlı qoşun yaradır. Feodal ara müharibələri bir qədər zəiflədir. Feodal əyanları öz tərəfinə çəkir. Onlar üçün çoxlu soyurqal torpaqları paylayır. Yəni, feodalları öz tərəfinə çəkmək üçün onlara çoxlu soyurqal paylayır. Bundan sonra Qara Yusiflə Şirvanşahların münasibətləri kəskinləşir. Qara Yusif Azərbaycan torpaqlarını vahid halda birləşdirməyə çalışırdı. Lakin İbrahim, yəni Şirvanşah İbrahim, Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı Konstantin ilə birlikdə olan İbrahim Qara Yusifə qarşı ittifaq yaradır. Deməli, Şəki hakimi Seyid Əhməd, Kaxetiya çarı Konstantin, bir də İbrahim birləşib Qara Yusifə qarşı ittifaq yaradır. Qara Yusif ilə İbrahim arasında münasibətlər kəskinləşir. 1. Həm İbrahim öz hakimiyyətini 1407-ci ildə Gürcüstana yaymışdı. 1407-ci ildə. Həm
O Cəlaliri Sultan Əhmədin məğlub olduğu Təbriz yaxınlığında Əsəd döyüşündə, baxın, Təbriz yaxınlığında Əsəd döyüşündə oğlu Kəymərisi Sultan Əhmədə kömək göndərmişdi. Həm də Qara Yusif İbrahimə müttəfiqi təklif eləyir. Qara İbrahim bunu qəbul eləməmişdi. Ona görə 1412-ci ildə Kür çayı sahilində onlar arasında qanlı döyüş baş verir. Qara Yusif İbrahim və onun müttəfiqlərini məğlub eləyir. Qara Yusifə əsir düşən Gürcü çarı və 300 əyan edam edilir. Yəni Gürcü çarı edam olunur, hansı ki bayaq İbrahimlə müttəfiq idi. 1-ci İbrahim isə Təbriz sənətkarlarını və tacirlərinin Qara Yusifə 1200 tümən verməsi ilə əsirlikdən azad edilir. Deməli, Kür çayı döyüşü 1412-ci ildə. Qaraqoyunlular qalib gəlir, Şirvanşahlar dövləti 1-ci İbrahim məğlub olur. Kür çayı döyüşündə Gürcü çarı və 300 əyan edam olunur. Bundan sonra Azərbaycanın şimalı da, hansı ki bayaq deyirdi Kür çayına qədər, artıq indi deyirik ki, Kür çayda daxil olmaqla Azərbaycan Qaraqoyunluların hakimiyyəti altına düşür. Qaraqoyunluların hakimiyyəti altına düşür. Bundan sonra Teymuri hökmdarı Şahrux Qara Yusifin bütün Azərbaycanı nəzarət altına alması, hətta onun Sultaniyə və Qəzvini öz hakimiyyəti altına keçirməsi Şahruxun xoşuna gəlmir. Ona görə də Şahrux Azərbaycana böyük ordu ilə hücum eləyir. Bu xəbər alan Qara Yusif öz ordusu ilə ona qarşı hərəkata keçir. İndi 10-cu sinifə baxaq. Deməli, Qaraqoyun dövlətinin yüksəlişi Teymuri hökmdar Şahruxu narahat eləmişdi. Çünki Qaraqoyunlar güclənir, əhali arasında nüfuzu artır, həm də Qara Yusif öz hakimiyyətini Sultaniyə və Qəzvinə yayıb, yəni o əraziləri geri qaytarmışdı. Bununla barışmayan Şahrux bir neçə dəfə Qara Yusiflə döyüşsə də ona uğur qazana bilməmişdi onunla döyüşdə. Bundan sonra Şahrux yenidən Azərbaycana hücum eləyir. Qara Yusif bu yürüyüş zamanı yolda ölərkən ölür və Şahrux müqavimətə rast gəlmədən, yəni müqavimətsiz Qarabağa daxil olur. Şahrux Azərbaycana yürüşə başlayanda onun müttəfiqləri bir Şirvanşah Xəlilullah olmuşdu, bir Şirvanşah Xəlilullah, bir də Ağqoyunlu feodal hakimlikləri. Bir Şirvanşah Xəlilullah, bir də Ağqoyunlu feodal hakimlikləri Şahrukla ittifaqa girmişdi. Bundan sonra hakimiyyətə gələcək Qara İskəndər. Qara İskəndər hakimiyyətdə olub 1420-1436-cı ilə qədər. 21-ci ildə Alaşkert döyüşündə Teymur Qara İskəndəri məğlub eləyir. Azərbaycanda Qara İskəndərin qüvvələrini məğlub eləyir. Amma Teymur atasından fərqli olaraq zəbt etdiyi ərazilərdə daimi qoşun saxlamırdı. Hakimiyyətini yerli hakimlər tanıdır, xəracını alır və çəkilirdi. 1435-ci ildə Kür çayı yaxınlığında baş verən döyüşdə 1435-ci ildə Təbriz yaxınlığında Təbriz yaxınlığında baş verən döyüşdə Kür çayı nədir? Təbriz yaxınlığında baş verən döyüşdə Qara Yusif, Qara İskəndər məğlub olur. Şahrux Qara İskəndəri məğlub eləyir. Bundan sonra Qara İskəndər hakimiyyətdən gedir, hakimiyyətə gəlir Cahanşah. 1436-1467-ci ilə qədər. Cahanşah ilk vaxtlar hakimiyyətə gələndə o dövləti Teymurilərin vassalı kimi idarə edirdi. Yəni, Teymurilərdən asılı halda idarə edirdi. 36-cı ildən 1447-ci ilə qədər Teymur dövləti Teymuridən asılı halda idarə edirdi. Yəni, Cahanşah 36-cı ildən 47-ci ilə qədər dövləti Teymurilərin vassalı kimi idarə edirdi. Hansı ki 47-ci ildə Teymur ölür. Teymur öləndən sonra artıq Cahanşah dövləti müstəqil idarə etməyə başlayır. Həm də Cahanşahın hakimiyyəti dövründə. Onun üçün fəqayda Cahanşahın hakimiyyəti dövründə Cahanşah atasından fərqli olaraq Cahanşah atasından fərqli olaraq Şirvanşahlar dövləti ilə gərginlik aradan qaldırır. Osmanlı ilə münasibətlər yenə də yerindədir. Yəni, nəzərinizdə olsun ki, Qaraqoyunlu dövləti heç vaxt Osmanlı dövləti ilə müharibə aparmayıb. Deməli, Cahanşah 36-cı ildən 47-ci ilə qədər
dövləti Teymurların vassalı kimi idarə edir. Şirvanşahlarla gərginlik yaradan qaldırır, Ağqoyunlularla mübarizədə bir uğur qazana bilmir, amma Osmanlı ilə münasibətləri davam elətdirir. Teymurilərlə bu dəfə mübarizə aparmağa başlayır. Yəni 36-cı ildən 47-ci ilə qədər asılı halda idarə elədi. Amma Şahrux öləndən sonra yenidən müstəqil oldu və Teymurilərə qarşı mübarizəyə başladı. Hətta 15-ci əsrin 50-ci illərində Cahanşah Teymurilər üzərinə yürüş elədi. 15-ci əsrin 50-ci illərində Cahanşah Teymurilər üzərinə yürüş elədi. Bu yürüş ərəfəsində, yəni bu yürüş dövründə Cahanşah Əcəm İraqını, İsfahanı, Qum şəhərlərini, Yəzd və Kirmanı ələ keçirir. Yəni 15-ci əsrin 50-ci illərində Cahanşah Teymurilər üzərinə yürüş eləyir, Əcəm İraqı, İsfahan, Qum, Yəzd və Kirmanı ələ keçirir. Əcəm İraqı bundan sonra Herata daxil olur. 1458-ci ildə Heratı tutur, Teymurilərin paytaxtını ələ keçirdir. Heratı tutur, Teymurilərin taxtını əyləşir. Lakin Köçər əmirlərin dəstəyi ilə oğlanları Həsənəli Təbrizdə, Pirbudaq Bağdadda qiyam qaldırır. Ona görə də məcbur olub Cahanşah 59-cu ildə Teymuri hökmdarı Əbu Səid ilə barışıq saziş imzalayır. Təzminat alır, Azərbaycana dönür, Azərbaycanda baş verən qiyamları yatırır. Cahanşahın dövründə 50-ci illərdə Teymurilər üzərinə yürüş etdi. Hakimiyyətini Əcəm İraqı, İsfahan, Qum, Yəzd, Kirmana yaydı. 58-ci ildə Heratı tutur. Teymurilərin taxtında əyləşir. Bundan sonra Qum, Yəzd, Kirmanı tutur. Daha doğrusu bundan əvvəl tutmuşdu. 59-cu ildə isə Əbu Səid ilə barışıq saziş imzalayır və geri qayıdır Azərbaycandakı qiyamı yatırmağa. Xəritə üzərində bir şeyə baxacaq. Cahanşah Gürcüstana yürüş eləmişdi. 1440-41-ci ildə Cahanşah Gürcüstana yürüş eləmişdi. Cahanşahın Teymurilər üzərinə yürüşü başlayıb 53-cü ildə, 53-58-ci illərdə. Yəni, burada kitabda 50-ci illər ümumi gedirik, o heç. 53-cü ildə yürüşə başlayıb. Bu yürüş ərəfəsində Əcəm İraqı, İsfahan, Qum, Yəzd, Kirmanı tutur, 58-ci ildə Heratı tutur. 59-cu ildə isə müqavilə bağlayıb geri qayıdır. Bundan başqa Baharlı qoşunu hələ dövlət yaratmamış 1409-cu ildə isə Şəkiyə qoşun yeritmişdi. Cahanşahın hakimiyyəti dövründə Cahanşah hətta Ərdəbil hakimliyi ilə belə mübarizə aparmışdı. Cahanşah Ərdəbil hakimliyi ilə mübarizə aparmışdı. Bunu növbəti mövzularımızda ətraflı keçəcəyik. Bundan başqa Cahanşah dövləti möhkəmləndirmək üçün oturaq əhaliyə, iri tacirlərə arxalanır, mərkəzi hakimiyyətə tabe olmayan yarımköçmə əmirlərə qarşı mübarizə aparır. Hərbi islahat keçirir, orduda möhkəm nizam-intizam yaradır. Deməli, Cahanşah hərbi islahat, oturaq əhaliyə, iri feodallar arxalanır, yarımköçmə əmirlərə qarşı mübarizə aparır. Osmanlı sultanı 2-ci Mehmet Cahanşahı Ərəb və Əcəm xaqanlarının sultanı, Türk və Deyləm sultanlarının sahibi adlandırmışdı. Deməli, 2-ci Mehmet Cahanşah necə adlandırmışdı? Ərəb və Əcəm xaqanlarının sultanı, Türk və Deyləm sultanlarının sahibi adlandırırdı. Buna baxmayaraq Cahanşah 1467-ci ildə Muş döyüşündə Ağqoyunlu Həsən bəyə, Həsən şaha, Həsən sultana yox, Həsən bəyə məğlub olur, Cahanşah öldürülür. Bundan sonra Qaraqoyunun süqutu sürətlənir və 1468-ci ildə sonuncu Qaraqoyunlu hökmdarı Həsənəli məğlub olur Ağqoyunlu Uzun Həsənə. Ağqoyunlu Uzun Həsən Təbrizi tutur, Qaraqoyunlu dövlətinin varlığına son qoyduqdan sonra onun yerində yeni bir müstəqil dövlət Ağqoyunlu dövlətini yaradır. Deməli, yenə xəritəyə baxaq. Qaraqoyunun paytaxtı hansı şəhəri oldu? Təbriz. Urmiyanın yuxarı hissəsində Təbriz şəhəri. Qaraqoyunun ilk hökmdarı Qara Yusif, sonuncu hökmdarı Həsənəli. Qaraqoyunlu dövlətinin varlığına son qoydu Uzun Həsən 1468-ci ildə. Hələ dövlət yaranmamışdı. Ağqoyunlular Qaraqoyunlu dövlətinin varlığına son qoyduqdan sonra Ağqoyunlu dövlətinin əsasını qoymuşdu.
Teymurilərdən həm asılı hala düşüb, həm də Teymurilərdən təzminat alan isə Cahanşah olmuşdu. Cahanşah 36-47-ci illərdə Teymurilərdən vassal halında idarə eləmişdi. 53-cü ildə isə Teymurilər üzərinə yürüşə başlamışdı. Xəritə üzərində bayaq onu dedik. 59-cu ildə isə Teymurilərlə müqavilə imzalayıb geri qayıtmışdı. Növbəti mövzumuz isə Ağqoyunlu dövləti olacaq.